Həftəlik bürclər Oğlaq Buğa qız bürclərini 19 maydan 26 maya doğru Oğlaq Buğa qız bürclərini nələr gözləyir? Birinci başlayaq Oğlaqlardan. Oğlaqlar bu həftə bir balaca bir ayrılıq, qərarsızlıq, gizlənmə, güvənsizlik enerjisində həddən artıq çox olacaqsınız. Bu həftə Oğlaqlar elə bir nüansda olmalısınız ki, özünüzü iş, pul, maddiyat baxımından tam aktiv formada göstərməlisiniz. Çünki bu həftə iş, pul, maddiyat baxımından sizin haqqınızda danışacaqlar. Xoş və yaxud da xoş fərqi yoxdur. Sizin haqqınızda danışıqlar edəcəklər ki, bu danışıqlar sizə pozitivə də doğru ola bilər, negativə də doğru ola bilər. Onun üçün bu həftə küskünlüyünüzü, nəyi necə edəcəyinizi, hansı istiqamətə doğru gedəcəyinizi, içinizdə olan problem və yarımçıqlar hamısını bir qırağa qoymalısınız və özünüzü fokuslamalısınız. Ən birinci məqamda bu həftə ruhsal enerjinizi stabilləşdirməsi. Yəni, daxili enerjiniz o qədər stabil olmalıdır ki, özünüzü mühitlə, ailə ilə, sevdiyinizlə, işlə əlaqədar tamamlamalısınız. Bu həftə kəskin, həftənin sonlarına doğru kəskin qərar verəcəksiniz. Bu kəskin qərar nəticəsində həyatınızda dəyişim ciddi bir şəkildə olacaq. Özünüzün qüdrətini, özünüzün gücünü aktivləşdirməyi bacaracaqsınız. Ümumi dəyərləndirsək 72%-ə qədər həftəniz uğurludur. Sadəcə şəxsiyyətlə əlaqədar olan yarımçıqlığınız, beyninizin içərisində olan problemlər sizin aktivləşməyinizə, sizin belə deyim də bədənsel və beyinsel stabilliyinizi əldə etməyinizə biraz mane olacaq. Buğalara gələndə buğalar birinci növbədə bu həftə sağlamlığınıza fikir verirsiniz. Çünki sağlamlığınızla əlaqədar bəzi nüanslarda probleminiz olacaq, qısqanclığınız olacaq, əsəbiyyətiniz olacaq, özünüzü başqalarına müqayisə edəcəksiniz və yaxud da sizi başqalarına müqayisə edəcəklər və sizin stabiliyyətinizi pozacaqlar. Bunun üçün birinci növbədə yarımçıq qalmış nüanslarınızı buğalar ciddi bir şəkildə stabilləşdirməlisiniz. Yəni belə deyim də işlə, özünüzlə, şəxsiyyətinizlə, beyninizlə əlaqədar nə yarımçıqlar varsa, bunların hamısını stabilləşdirməlisiniz. Pul maddiyat baxımından bu həftə əlinizə çox gözəl buğalar, pullar gələcək, şansınız artacaq. Sadəcə belə deyim də, bu həftə biraz insanların gözü üzərinizdə olacaq. Nə edirsiniz, özünüzü necə aparırsınız, hansı istiqamətdə doğru aktivləşirsiniz deyə bütün nəzər sizin üzərinizdə olacaq. Bir də belə bir söz deyim buğalar sizə. Bəzi qurduğunuz çəpərlər, bəzi qurduğunuz özünüzə qarşı sərhədləri bu həftə qırmaq məcburiyyətində olacaqsınız. İnsanlara lazımından çox dəyər və insanlara lazımdan çox yardım enerjinizi aktivləşdirəcəksiniz. Pis həftə deyil, həftədə sadəcə yenə dedirəm, sağlamlığınıza çox ciddi fikir verməlisiniz. Sağlamlığınıza ciddi fikir verdikdən sonra özünüzü aktivləşdirə bilərsiniz. Özünüzü aktivləşdirmə hardasa 81%-ə qədər buğalar bacara bilərsiniz. Bu həftə şans pul baxımından çox uğurlu olacaq. Qız bürclərinə gələndə isə qız bürcləri yenilənirsiniz. Yəni öz küllərinizdən yenidən aktivləşirsiniz. Özünüzü gücləndirirsiniz. İş, pul, maddiyat baxımından önə çəkilmələr, sizə təkliflər, insanların sizə doğru aktivlikləri, insanların sizlə əlaqədar belə deyim, danışıqları, məsləhətləşmələri, pul, iş, maddiyat baxımından tam güclü olacaqsınız. Yəni o qədər önə çəkilə bilərsiniz ki, kral və kraliçə, müdür, vəzifə falan hər bir şeyi aktivləşdirə bilərsiniz. Sadəcə bu həftə şəxsiyyətlə əlaqədar bəzi nüanslarda özünüzü gücsüz, özünüzü zəif hesab edə bilərsiniz. Ən çox da qadın qız bürcləri, qadın özünü hiss etmə, qadın cazibəsi, belə deyim də, özünüzü qadın kimi aktivləşdirmə barəsində bəzi nüanslarda problemlər olacaq. Çünki yetərsiz olduğunuzu düşünəcəksiniz qız bürcləri bu həftə özünüzü. Amma buna baxmayaraq həftənin sonlarına doğru gözlədiyiniz bir xəbər əldə edəcəksiniz. Yəni hardansa nəsə xəbər gözləyirsinizsə, bu həftə o xəbər sizə doğru gələcək. Pis həftə deyil, sadəcə olaraq iş, pul, maddiyat baxımından ən pik həddə çata bilərsiniz. Amma şəxsiyyət biraz dəngəsizliyi həddən artıq çox olacaq. Özünüzü dəyərləndirməz. Ümumi dəyərləndirsək 88%-ə qədər qız bürcləri həftənizi uğurlu edə bilərsiniz.